soyuq havalarda, qış aylarında orqanizm daha çox enerji və istilik tələb edir. Bu dövrdə əksər insanlar isti, doyurucu və rahatlıq verən yeməklərə, xüsusilə də xəmir əsaslı qidalara çörək, makaron, plov, un məmulatları və isə üstünlük verirlər. Lakin bu cür qidalanma həm maddələr mübadiləsini ləngidir, həm də artıq çəkiyə səbəb olur. Xəmir yeməkləri, yəni çörək, lavaş, makaron, piroşki və qanda şəkərin səviyyəsini sürətlə yüksəldir. Bu yüksəliş isə qısa müddətdə insulinin artmasına, daha sonra isə ani aclıq və yorğunluq hissinə gətirib çıxarır. Nəticədə insan daha çox yemək istəyir. Bu fikirləri Qısa Xəbər AZA açıqlamasında diyetoloq Azaya Musayeva havalar soyuduqca xəmir yeməklərinə artan tələbatdan danışarkən bildirdi. Onun sözlərinə görə ağıldan hazırlanmış məhsullar bağırsaq mikroflorasına zərər verir, bədəndə suyun toplanmasına və işkinliyə səbəb olur. Uzun müddətli istifadəsi isə xüsusilə qarın nahiyəsində piyələnməni sürətləndirir. Xəmir yeməkləri beyində xoşbəxtlik hormonu kimi tanınan dopaminin ifrazını müvəqqəti artıraraq rahatlıq və məmnunluq hissi yaradır. Amma bu təsir yalnız bir neçə saat davam edir və sonra aclıq yenidən başlayır. Beləcə beyin xoşbəxtliyi qidadan almağa öyrəşir və bu emosional yeməyə səbəb olur. Diyetoloq qeyd etdi ki, sağlam qidalanmanı təmin etmək üçün xəmir yeməklərinin əvəzinə alternativ seçimlər etmək mümkündür. Məsələn, balqabaq, brokoli, kələm və kökdən hazırlanan tərəvəzli şorbalar və pürelər orqanizmi həmisidir. Həm də liflə zəngin olduqları üçün toxluq hissini artırır. Ağ çörək və makaron əvəzinə qarabaşaq, kinoa, qəhvəyi tüyü və yulaf kimi dənli bitkilər seçildikdə qan şəkəri daha stabil qalır və toxluq hissi uzanır. Bununla yanaşı balıq, toyuq filisi, yumurta və paxlallar kimi zülal mənbələri həm immuniteti gücləndirir, həm də uzun müddət tox saxlayır. Qışda isti salatlar və sobada bişmiş tərəvəzlər, məsələn, soğan, kabak, çuxundur, kələm, kök və göbələk həm dadlı, həm də kalori baxımından daha yüngül alternativlərdir. Təncəfil, itburnu, daçın, zirdeçal və mixək kimi ədviyyatlar və bitki çayları isə bədən isidir və maddələr mübadiləsini sürətləndirir. Unutmayın ki, qış aylarında məqsəd yalnız doymaq deyil, eyni zamanda orqanizmi bərpa etmək və enerjili saxlamaqdır. Əgər boşqabınızın yarısını tərəvəz, 1/3 zülal, qalan hissəsini isə kompleks karbohidratlar təşkil edirsə, həm tox qalmaq, həm də çəki artımının qarşısını almaq mümkündür. Düzgün seçilmiş qida təkcə bədəni formada saxlamır, həm də sizi enerjili, sakit və balanslı qalmağa kömək edir, deyə Azaya Musayeva yekunlaşdırdı.